biz artıq alınan mallarımızı gömrükdə bəyan edəcəyik. Gəlin başlayaq. İlk öncə nə edirik? Biz daxil oluruq alış bölməsinə. Alış bölməsinə burada bu olan menyu daxil oluruq. Dövlət gömrük bəyannaməsi üzrə tutulmalar. Klikləyirsiniz ona. Belə bir pəncərə açılır. Əlavə etmək düyməsini sıxırsınız və belə bir pəncərə açılır yenidən. Daha sonra indi nə edəcəyik? Biz mallarımızın ilk öncə daxil olma müddətini daxil edəcəyik. Qeyd etdiyim kimi burada biz özümüzdən daxil edirik, amma orada artıq rəsmi olaraq bildiriş gəlir və həmin tarixə uyğun qeyd edirsiniz. Bunun üçün biz tariximizi silirik. Deməli ayın 5-ini almışdıq. Yanvarın 5-i yazırıq 01.05.2026 və sonra təşkilatımızı olduğu kimi qalır. Valyuta depoziti. Heç bir şey yazmağa ehtiyac yoxdur. Əgər varsa buradan klikləyirsiniz və burada artıq seçirsiniz ki, müqaviləni seçmək istədiyiniz kontrageni daxil edə bilərsiniz. Və indi bizə bu ehtiyac yoxdur. Əsas bizə lazım olan hissə bu hissələrdir. Yəni qırmızı ilə yazılan hissələrdir. Birinci gəlirik, gömrükümüzü seçirik. Burada klikləyirsiniz. Gördüyümüz kimi kontragen oldu. Daxil olursunuz öz təşkilatınızı, tapırsınız, klikləyirsiniz. Alış kontrageni və gömrük kontrageni. Klikləyən kimi gördüyümüz kimi avtomatik olaraq gömrük olan müqaviləsi də düşdü. Və burada da bir şey diqqət etsəz, görürük ki, bizim artıq gömrüklə olan müqaviləmiz depozit olan AZN-dir. Burada isə gördüyümüz kimi valyuta idi ki, bu daha çox bu bölmə xariciyə aiddir. Bu bölmə isə Azərbaycanda daxil olan gömrüyə aiddir. Bir şey yadınızda saxlayın ki, əgər Azərbaycanda xarici ölkədən mal alırsınızsa, sadəcə olaraq bizim olan gömrüklə müqavilə bağlayırsınız və yaxud da hər hansı bir əməliyyat aparırsınız, qeydiyyatını burada aparırsınız. Sadəcə olaraq bu hissə olan xarici ölkə ilə əlaqəsi olanlar və yaxud da orada fəaliyyət göstərənlər üçündür. Və sonra daxil olursunuz aşağı hissəsinə və mütləq şəkildə burada harda qırmızı işarə varsa onu qeyd etməyiniz lazımdır. Daxil olursunuz 3 bölməyə və burada gördüyümüz kimi dövlət gömrük bəyannaməsi nömrəsini. Bunu indi biz özümüzdən seçəcəyik, amma mütləq şəkildə həmin bu nömrə gömrük tərəfindən verilir və orada əlavə etməni klikləyib daxil edirsiniz və yenidən biz indi hər hansı bir nömrəni qeyd edək və gördüyümüz kimi avtomatik olaraq düşdü. Bu da bizim gömrük bəyannaməsinin nömrəsidir ki, onu qeyd etmək mütləqdir. Sonra gəlir gömrük yığımı ki, bu da belə desək ki, rüsumdur. Gömrük yığımı hər hansı bir sənəd sünəd işləri ilə, məsələn, gömrük daxilində baş verən hər hansı bir proses əsasında tutulan kiçik rüsumlardır. Cərimə isə ola bilər gecikmə olsun, ola bilər vaxtından gec götürübsünüz, onu varsa onu da bura qeyd edirsiniz. İndi biz bu hissələri qeyd etməyəcəyik. Əsas hissələri sadəcə olaraq qeyd edəcəyik ki, vaxtımız çox getməsin. Daxil olursunuz ikinci pəncərəyə, dövlət gömrük bəyannaməsinin bölmələrinə. Əsas olan hissə burada. Burada nə edəcəyik? Birinci hissəni dolduracağıq, sonra ikincini. Amma ilk öncə gəlin öz malımızı seçək. Burada üstə gəlməklə də klikləyib daxil edə bilərsiniz. Burada seçməni də klikləyib daxil edə bilərsiniz. Ən əlverişli yol isə doldurmaqdır. Bunun üçün nə edirsiniz? Klikləyirsiniz doldurmağa. Yenidən mədaxilə əlavə etməyə. Gördüyümüz kimi burada məhsullarımız çıxdı. Ən son aldığımız məhsullar. Bizə indi bu 3000 dollardır ki, çünki xaricdən aldığımız ancaq budur. Klikləyirsiniz, yenidən klikləyirsiniz. Gördüyünüz kimi avtomatik olaraq düşdü. İndi həmin düşən mallarımızı gördüyümüz kimi nomenklaturası da düşdü, miqdarı da düşdü, faktura dəyəri də düşdü. Rüsumu indi bu hissələri artıq biz özümüz qeyd edəcəyik. Bunun üçün nə edirik? Gömrük dəyərini yazırıq. Gömrük dəyəri də qeyd etdiyim kimi hər hansı bir məhsul alarkən onun məsəl üçün qiyməti olur. Həmin o qiymətinə uyğun da qeyd olunur. Məsəl üçün qeyd edə bilərik ki, biz yaxşı bəs deyə bilərsiniz ki, bu faktura, yəni gömrük dəyərini hardan bilə bilərik? Bax, burada faktura dəyərini. Gördüyümüz kimi burada artıq biz indi 3000 dollarlıq məhsul aldığımıza görə onu Azərbaycan gömrüyündə
bəyannamə verəcək deyə bizdə o faktura dəyəri AZ ilə görünür və 5101 manat 50 qəpik. Bunu olduğu kimi bura qeyd etməmiz lazımdır. Yazırıq bura. Aha. Qeyd etdikdən sonra daxil oluruq rüsum tarifinə. Rüsum tarifi nədir? Rüsum tarifi hər hansı gömrük tərəfindən ola bilər ki, məsəl üçün biz məhsulumuzu almışıq. Hər bir məhsulun özünə görə rüsum tarifi olur. Yəni faizi. Ola bilər onun gömrük 5% tanıyır, ola bilər 10%, ola bilər 50% və s. kimi. Əgər o varsa, onu mütləq şəkildə gömrük bəyannaməsində daxil olmadan qabaq girib onu araşdırırsınız gömrük saytında və onu qeyd edə bilərsiniz. Bu əslində avtomatik olur. İndi bizdə təlimdə deyib, biz özümüz daxil edəcəyik. Amma bu rüsum tarifini deyib, rüsumu özünü qeyd edəcəyik. Gəlirik bura. İndi biz bura rüsumu nə qeyd edək? Təsəvvür edək ki, bizim bu məhsulumuza görə rüsumu 200 manat rüsum tətbiq edir gömrük və onu qeyd edək. Sonra gəlirik həmin yazdığımızı bu aşağı olan hissəyə də qeyd edirik. Yazırıq bura 200 manat və yazdıqdan sonra artıq yazıldı. Daha sonra keçirik ədəbi hissəsinə. Klikləyirsiniz bura və burada mütləq şəkildə 18%-ni seçirsiniz. Öz ədəbinizi. Gördüyümüz kimi artıq bizim 200 manata görə, yəni bu məbləğə görə bizim ədəbimiz bu şəkildədir. 954 manat 27 qəpik. Bunu klikləyib, kopyalayıb bu ədəbi hissəsindən olan hissəyə də yapışdıra bilərsiniz. Və bu da oldu bizim elə bir ədəbi olan hissəmiz. Daha sonra, əgər sizin məhsulunuz akseslidirsə, yəni hər hansı bir aksesli məhsuldursa, o zaman burada qeyd edə bilərsiniz onun dəyərini və bu şəkildə burada qeyd edə bilərsiniz. İndi qeyd etdiyim kimi artıq biz bu məhsullarımızı deməli bəyannaməsini bu hissələri doldurduq. Şərh hissəsinə istəsəniz burada hər hansı bir məhsulunuzun adını burada onu kopyalayıb şərh hissəsinə yapışdıra və miqdarını da yapışdıra bilərsiniz və məbləğini də istəsəniz qeyd edə bilərsiniz ki, nə qədərdir, misal üçün AZN və s. kimi. Bu oldu bizim birinci mərhələ. Sonra keçirik əlavə hissəsinə. Əlavə hissəsində qeyd etməyə ehtiyac yoxdur. Çünki administratordur. İstəsəniz dəyişmək, klikləyib, burada hər hansı bir şəxsi seçə bilərsiniz. Sonra əsas hissə gəlirik, hesablaşma uçotu hesabatı. Bizə əsas lazım olan gömrük hesablaşmaların uçotudur. Yazırıq onu 538.1. Burada indi 538 yazıb enterə çıxanda artıq gördüyümüz kimi qısa müddətli kreditor borclarımızdır. Yəni biz artıq həmin an ödəyəcəyik deyə artıq onu 500-nə 31 atırıq, nə 35-ə və s. kimi. Biz onu göndəririk 538.01-ə. Sonra gəlirik kontrogen ilə hesablaşma uçotu hesabında. Burada artıq biz bildiyimiz kimi bu hissə bizim daxil olur avans hesabı kimi. Bu hesabda bildiyimiz kimi gömrükdə avans olmadığına görə elə biz eyni kodu yazırıq. Yəni 538-imizi yenidən qeyd edirik. Sonra gəlir cərimələr üzrə uçot ki, bizim indi cəbr üzrə xərclərimiz yoxdur, yəni gecikməmiz yoxdur. Yəni hər hansı bir ola bilər ki, qeyri-qanuni məhsul gətirməmişik. Ona görə də bu hissələri doldurmuruq. Bu hissələr boş qalır ta ki, sizin əgər hər hansı bir cəriməniz varsa, o zamanı doldura bilərsiniz. Daha sonra keçirik ədəbi hissəsinə. Gördüyümüz kimi artıq ədəbi hissəsi kliklənib. Bunu ehtiyac yoxdur dəyişməyə. Deməli, sizin əsas dolduracağınız yuxarı hissələrdir. Bu hissələrdə sadəcə gömrük bəyannamə nömrəsidir. Daha sonra gömrük bəyannamə bölmələridir ki, məhsulunuzu qeyd edirsiniz, ədəbinizi, rüsumunuzu. İndi biz özümüzdən qeyd etdik bura. Əlbəttə ki, bu rüsumlardır. Gömrük rüsumunun faizləridir. Sonra ədəbi hissəsi və hər bir şey artıq sizə hazır şəkildə gömrük tərəfindən verilir. Sadəcə olaraq siz gedib onu gömrükdə bəyannamə edirsiniz. Daha sonra artıq bunu gəlib bir yerdə
sənəd üzərində qeydiyyata alırsınız. Və sadəcə olaraq biz indi qabaqcadan bunu göstəririk ki, necə edə bilərik. Daha sonra gələcək hesablaşma üsulundakı qeyd etdiyimiz kimi hesablaşma üsulunda da bunları qeyd edirik. Daha sonra artıq heç bir şeyə ehtiyac yoxdur. OK düyməsini sıxmaqla da yaddaşa verə bilərsiniz. Yazmağı klikləməklə də müvəqqəti olaraq yaddaşa verə bilərsiniz. Və yaxud da burada bu ox işarəsi. Bunu klikləsək və bunun DTK hissəsinə baxsaq, görürük ki, artıq bizim bu formada artıq bizim hesabımız açılır. Yəni 521-imiz 02 və 241 05-imiz. Bu da yeni gömrüyə olan borclarımızın elə bir verilməsi və yaxud da yaradılması.